Hər vaxtınız xeyir. Eyvazxan Bəyli kəndindəyəm. Burada da artıq evlərin tikintisinə start verilib. Eyvazxan Bəyli kəndi böyük bir ərazidə tikilir. Yəqin ki, burada bir neçə kənd birgə layihələndirilib. Eyvazxan Bəyliyə birləşdirilib. Bax, o bir evdir, görürsünüz. O bir evdir. Fikir verirsiniz, bax Qərvənddə göstərdiyim kimi, Qərvənddəki videoya da baxa bilərsiniz. Bu da bünövrəsi necə dərindir, möhkəmdir. Qoy bir baxım buradan görüm. Daha yaxından nə görə bilirəm. Elə təsir bağışlayır ki, bu 5 otaqlıdır. Görək irəlidə nələr var. Salam, necəsiniz? Xoş gününüz olsun. Siz də xoş gəlmişsiniz. Bu kənddənsiz? Bu kənddənik. Eyvazxan Bəylidə. Yox, Kosallı. Kosallı da birləşdiriblər bura. Birləşdiriblər. Kosallı, Eyvazxan Bəyli, bir də Şişpapaqlı kəndi vardı burada bizdə. Bu tərəfdə baxan doğru görünür. Şişpapaqlı. Şişpapaqlı, hə. Üçünü birlikdə layihələndiriblər də. Eyvazxan Bəyli adı altında. Siz o tərəfləri gəzmisiniz? Qabaqlar indi yox. Hə, indi bax bu tikintilərdə irəliyə gedib baxdınız. Bura qədər yox da, irəli elə bir şey yoxdur da, belə görsən bir də bura qədərdir. Böyük ərazidir ha, amma. Böyük ərazi layihələndiriblər. Üç kəndi yəqin bura yerləşdirəcəklər, ona görə böyük ərazi olacaqdır. Qoy bir yer tapım düşün buradan, görüm aşağıdan. Hə, bal olur. Burada təsadüf var. Salamımı çatdırın. Salam deyə, sağ olun. İnşallah o gün olsun gəlib hamınız yaşayasınız. İnşallah. Görək qabaqda nə var. Bu duman qoymur ki, bir görək hara-haradır. Harda nə var. Bu ev bir qədər yerdən qalxıb sanki, amma yox, bu da hələ özül hissədir. Torpağın hündürlüyündən belə başa düşmək olur. Nəzərə alanda ki, bax bu torpaq boyunca bu tikilib, hələ bunun altıdır. Yəqin ki, standart 12 sot olacaq bunların da torpaqları. Qabaqda bax bu sırayla, bax bu şəkildə hörülə-hörülə gedib. Təkrar edeyim ki, ərazi çox böyükdür. Eyvazxan Bəyli, Kosalar, Şiştəpə kəndi birgə layihələndirilib. Biz indi bu tikinti gedən sahələrdən birindəyik. Qabaq tərəfdə də var idi, arxa tərəfdə də var. Ərazi çox böyükdür. Hətta indi mövcud bu dəqiqə tikilmiş kəndlərin içərisində ən böyük Xıdırlıdır. Bura oradan da böyükdür. Burada bir dənə özül var. Sabahınız xeyir, işiniz avanda olsun. Neçə otaqlıdır bu? Yo, niyə ki biz heç kəsə pislik eləmirik ki. Biz də sizin işinizə dəstək veririk.
Xeyirli olsun. Dördü oxşuyur. Hə, elə onu sahib deyirəm də. Mətbəxi də çıxıram. Hə, o da var. Hə, bax mən tikinti təcrübəsizliyimdən koridoru saymamışam, dəhlizi saymamışam. Onda görünür ki, bu 3 otaqlıdır. Yoldu. Bax, sırayla belə tikilir. Bax, tikilir hamısı. Yaşayacaq insanların sağlığına qismət.